Salam, xoş gördük hər birinizi. Bu günləri ətli borş hazırlayacağım. Bilirəm ki, çox xanımların hazırladığı bir yeməkdir. Amma hər bir xanımın öz üsulu var, öz hazırladığı resepti var. Və mən də bu gün sizlərlə istədim öz bişirdiyim borşla bölüşüm. Onun üçün bizə lazımdır 750 qram sümüklü mal əti, 1 kiloqram kələm, 500 qram kök, 750 qram çuğundur, 2 baş soğan, 6-7 ədəd kartof, 2 ədəd biber, dəfnə yarpağı, 2-3 qaşıq pomidor, yayda bağladığımız pomidordur. Pomidor yoxdursa, tomatdan istifadə edə bilərsiniz. 1 dəstə cəfəri, 1 qaşıq üzüm sirkəsi, duz və istiyot. Çuğundurla kökü rəndədən keçirtmişəm və kələmi doğramışam. Soğanları da doğradım və biberləri də doğramışam. Cəfərini də doğrayıram. Pişirdiyimiz qazana əlavə edirəm əti və 5 litr su. Mən iri qazanda hazırlayıram 2-3 günlük. Qış ayları başlayır, soyuqdur. Və boş qaldıqca daha da dadlı olur. Və əti qoyuruq qaynamağa, bulyon hazırlayırıq. Ətin kəfini yığırıq. Üzərində olan kəfləri hamısını yığmaq lazımdır. Soğanı qızardacağım. Qızartdığımız tavaya yağ əlavə edirəm. Soğanları da qızardırıq. Ara bir qarışdırırıq. Soğan biraz qızarandan sonra biberi əlavə edirəm. Kommentarlarda mənə yazın. Siz necə hazırlayırsınız borşu? Məsləhətlərinizi görün. Reseptlərinizlə paylaşın. Biber biraz pişəndən sonra kökü əlavə edirəm. Çuğundur əlavə edirəm. Amma çuğundurdan biraz saxlayacağım. Təxminən bu qədər saxlayıram ki, saxlamaq səbəbini açıqlayacağım. Bunları hamısını yaxşı qarışdırıb biraz pişiririk. On dəqiqə pişiriləndən sonra pomidoru əlavə edirəm. Və qarışdırırım. Və ocağın altını söndürürəm.
Artıq bulyon hazırdır. Ətləri çıxardıram. Başqa bir qaba yığırıq. Bulyonu qoyuruq yenə ocağın üstünə və kələmləri əlavə edirik. Kartofu da əlavə edirəm. Və qapağını örtürük. Çıxartdığım ətləri sümükdən ayırıram və ətləri borşumuza əlavə edirəm. Artıq qaynamağa başlayır və kartoflarımız yumuşalır. Köklə, çuğundurla soğanı qovurduğumuzu əlavə edirəm. Dəfnə yarpağını əlavə edirəm. Və 5 dəqiqə qaynadırıq. Sirkə əlavə edirəm, 1 qaşıq. Duz zövqə görə. Karabiber. Və beyaz saxladığım çuğunduru əlavə edirəm. Çuğundur rəngini gözəl edəcək. Cəfərini əlavə edirəm. Və 2 dəqiqə qaynayandan sonra ocağın altını söndürürəm. Artıq yeməyimiz hazırdır. Hər kəsə nuş olsun, hazırlayın. Kommentariyalarda mənə yazın mütləq. Siz necə hazırlayırsınız? Allaha əmanət olun. Hələlik.